26-cı il məqsədlərini qoyduğu zaman çox insan dedi ki, zəngin olmaq istəyirəm, iş qurmaq istəyirəm, daha çox pulum olsun istəyirəm, komandam olsun istəyirəm və çoxlu izləyici sayım olsun istəyirəm. Amma mən isə sizə deyirəm ki, siz bunu heç istəmirsiniz. Çünki əlbəttə çoxları üçün indi olduğu o komfort zonası daha rahatdır. Nəinki iş qurduqdan, sosial media hesabı açdıqdan və komandanın məsuliyyətini götürdükdən sonra gələcəyi vəziyyət. Və mən sizə əminliklə deyirəm ki, bəli iş qurmaq, bəli pulu olmaq, bəli öz ayaqları üstündə durmaq heç də rahat deyil gözlədiyiniz kimi. Komfort zonasından çıxmaq lazımdır. Nələrsə daha fərqli etmək lazımdır. Çünki indi olduğunuz nöqtə sadəcə və sadəcə indiki şuuraltı proqramlarınızın və indiki hərəkətlərinizin nəticəsidir. Deməli, başqa bir B nöqtəsinə çıxmaq üçün əlbəttə indi olduğunuz durumdakı şuuraltı proqramlarınızı və şuurlu hərəkətlərinizi dəyişdirmək lazımdır. Yəni, daha fərqli etmək lazımdır nələrsə. Əsas sual isə buna cəsarətiniz varmı? Çünki böyük işlər görmək, böyük izləyici kütləsi, komandası olmaq və s. ən birinci növbədə məsuliyyət tələb edir. İnsanların, kontentinizin, danışdıqlarınızın, məhsullarınızın, komandanızın, hamının məsuliyyətini götürmə bacarığı nə qədər var sizdə? Yoxsa hələ də qorxursunuzmu? Çox insanı qorxudan şey isə əlbəttə ki, bilgisizlikdir. Mən həmişə deyirəm, qorxunun səbəbi hər zaman ən birinci növbədə o mövzu barəsində bilgisiz olmaq. Və bilgisizliyə yenilib də qorxularda qalıb yerində saymaq mı yaxşıdır? Yoxsa nələrsə dəyişdirmək üçün addım atmaqmı? Bax, mən bugün sizə addım atmaq üçün bir şans verirəm. Aşağıda açıqlama bölməsini mütləq oxuyun.